Sizcə dünyanın ən az ölkələri hansılar? Bu sahədə Beynəlxalq Reytinq Agentliyi geniş tədqiqatlar aparmışdır və o azlıq səviyyəsində olan ölkələrin də siyahısını tərtib etmişdir ki, ilk beşliyi sizin nəzərinizə çatdırırlar. 5-ci yer Konqo Demokratik Respublikası. Əhalinin 34,9%-i azlıq səviyyəsindədir. Onu da deyim ki, bunlardan 40%-i də ki, uşaqlardır ki, xroniki yemək çatışmazlığından əziyyət çəkirlər və böyümə əngəli yaşayırlar. 4-cü yer Madaqaskardır ki, əhalinin 36,3%-i azlıq çəkir və əhalinin 60%-i isə yoxsulluqdan aşağı səviyyədə yaşayır. 3-cü yer Çad, 36,5% əhali azlıq səviyyəsindədir ki, bunların da 50%-i uşaqlardır. Və ən nəhayət ikinci yer Yəmən ölkəsidir ki, burada əhalinin 42,6%-i azlıq səviyyəsində yaşayır ki, bunun da səbəbi müharibələr, müxtəlif hərbi konfliktlərdir. Və burada 50% uşağın konkret böyümə əngəli və yemək çatışmazlığı vardır. Və ən nəhayət birinci yerdə Somali durur ki, əhalinin 44,6%-i yemək çatışmazlığından, azlıqdan əziyyət çəkir. Və bunun da 60%-ə qədəri uşaqlardır. Bir şey də deyim ki, buradakı uşaq ölümlərinin sayına görə də Somali dünyada ilk yerlərdən birini tutur və əksər ölən uşaqlar heç 10 yaşına çatmırlar.